Beynimizdə nə baş verdiyini görmək olar? Əlbəttə, və bunu bugün sizinlə izləyəcəyik. EEG beynin canlı siqnallarını qeyd edir. Heç bir şüa yaymır, sadəcə siqnalları yazır. Amma ən maraqlısı video EEG monitorinqdə baş verir. Burada biz beynin dalğalarını və pasiyenti eyni anda izləyirik. Yəni, yalnız dalğaları deyil, eyni zamanda baş verənləri də görürük. Bu müşahidə saatlarla, bəzən günlərlə davam edir. Gündüz, gecə, oyaq və yuxu halında. İşıq və nəfəs kimi sadə testlər tətbiq olunur ki, beynin reaksiyası daha dəqiq qiymətləndirilsin. Zərurət olduqda müayinə evdə və ya stasionarda da aparılır. Leyla Medical Center'ın pediatriya mərkəzində 7/24 fəaliyyətimizi davam etdiririk.